Doğma yurdlarına qayıdan vətəndaşlara dövlət xidmətlərinin daha rahat, əlçatan və şəffaf formada təqdim edilməsi məqsədi ilə tədbirlər davam edir. Bu çərçivədə növbəti səyyar asan xidmət Laçında təşkil olunub. 30 iyul tarixinə kimi vətəndaşlar şəxsiyyət vəsiqələrinin ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat xidmətləri, əmlak xidmətləri və əmək pensiyalarının təyin edilməsi xidmətlərindən yararlana bilərlər. Mən övladım üçün vəsiqə götürürəm və bunun üçün digər bölgələrə müraciət eləməliydim, digər bölgələrdəki asan xidmətlərə. Amma hal-hazırda Laçın şəhərində çox təşəkkür edirik ki, bu xidməti göstərirsiniz və biz də bundan yararlanırıq. Yüksək səviyyədə səyyar asan xidmətin əməkdaşları məni qəbul etdi və şəxsiyyət vəsiqəmi dəyişdir. İşğaldan azad olunmuş ərazilərimizdə Zəngilan Ağalı kəndində, Cəbrayıl rayonunda, Xankəndi şəhərində, Ağdərənin Talış kəndində 1500-ə yaxın vətəndaşımıza səyyar xidmət göstərilmişdir. Ümumiyyətlə, ümumilikdə səyyar asan xidmət avtobusları vasitəsilə 3 milyon 400 minə yaxın vətəndaşımıza səyyar xidmət təşkil edilmişdir.